Dostlar salamlar. Salamlar. Akartın dəstəyi ilə söhbətgaha başlayırıq və bugün biz yenə də film, serial və rəqəmsal industriyada məzmun yaradıcılığından danışacağıq və qonağımız da Mehdi Sadiqdir. Mehdi Sadiqdir. Xoş gəlmisiniz. Xoş gördük, xoş gününüzə gəlin inşallah. Deməli, rəqəmsal platformada məzmun yaratmaq, xüsusən də serial yaratmaq, Azərbaycan kimi kiçik bazar dedikləri ki, Azərbaycan həmişə deyirlər ki, bazar kiçikdir. Çətinliyi nədir və niyə bizə kiçik bazar deyirlər? Həqiqətənmi bazar kiçikdir? Bazar kiçikdir, çox kiçikdir hətta. Bəzən heç bazar olmadığını belə düşünürük. Bunun belə bir xırda bir topluluq. Amma çətin tərəfi təbii ki, maddiyyatla bağlıdır. Asan tərəfləri də var. Bizim rəqabətimiz çox azdır. Bəlkə də bu inkişafın qarşısını alan amillərdən biri də budur. Çətin tərəfini amma düşünəndə fikirləşirik ki, ən azından öz gördüyümüz işlərə baxanda mən düşünürəm ki, bunu çox uzağa getmədən qonşu ölkələrdə eləmiş olsaydım, başqa həyat yaşayacaqdım hal-hazırda. Amma Azərbaycanda Gürcüstanda misal üçün olsaydı, ən azından bu indikindən biraz daha yaxşı olacağını düşünürəm. Çünki Gürcüstanın özünün belə, yəni filmoqrafiyası məncə bizimkindən biraz belə daha yaxşı gedir. sən bilərsən, pulları çoxdur bizdən. Mənə elə gəlir ki, keçən dəfə bunu Ayazla, redaktorumuz Ayazla danışanda da deyəndə ki, Azərbaycanda reklam bazarı balacadır. Onlar gördükləri rəsmi ödənişlərə görə deyirlər balacadır. Amma ortada axı kəşfdə olduğuna görə bu bazarın həcmini göstərmir. Məncə qonşu ölkələrin böyük olmasını göstərən şeylərin görə hər şeyin rəsmi olmasıdır. Yəni bir reklamçı sizə gələndə rəsmi ödəniş edir. Adamlar bunu dövriyyədə falan da görürlər deyə. Onda biz real bazarın ölçüsünü bilirik. Ona görə mənə elə gəlmir ki, biz balacayıq. Mənə elə gəlir ki, biz sistemləşməmişik. Bəli. Bizim buradakı məsələmizin əsas payı da bundadır. Mən televiziyada yaxşı vəzifədə çalışan bir nəfərlə söhbət edirdim. O deyir ki, bizim üçün, mən deyirəm ki, yəni real deyil də bu reyting zat. Bunu başa düşürük də. Yəni necə olur? Gəlirsiniz ki, misal üçün 14 reyting verir, amma heç kimin bu gedən serialdan xəbəri yoxdur. Nə onun aktyor, aktrisası məşhur deyil də. Deyir ki, bizim üçün fərqi yoxdur da. Bizə dünyadakı markalarda yenə reyting üstündən ödəniş edirlər. Reyting, onlar da gəlirlər. Coca-Cola'nın xəbəri yoxdur burada neçə dənə ailəyə qoşulub o aparat. Bəzisi deyir 200-dür, bəzisi deyir 950-dir, neçə dənədirsə bu bilinmir. Amma yəni böyük markalar da buna görə reklam verirlər. Halbuki amma vəziyyət elədir ki, televiziyada pul müəyyən qədər xərclənir. Düzdür, orada da başqa formada gedir. Yəni tutaq ki, mən bir proyektlə gedim, deyəcəklər ki, biz maksimum 3000, 4000, 5000 ən yaxşı halda bir bölmə pul xərcləyə bilərik, ayıra bilərik. O ilə də normal bir iş ortalığa çıxartmaq qeyri-mümkündür. Düzdür, indi hal-hazırda İctimai TV-nin çox yaxşı layihələri var falan. Digitala gələndə isə digitalda başqa vəziyyət pisdir. Çünki bizim YouTube gəlirlərimiz də azdır. Yəni mən bir iş çəkim qoyum, oradakı YouTube gəlirlərindən qazanım deyə bir dünya yoxdur. Sponsorlarda hal-hazırda çox çətindir. Yəni TikTokdan sonra, o pandemiyadan sonraki bir dövr məncə bütün şeyi dəyişdi. Hətta mən deyərdim ki, yaxşı bir cəryan, yaxşı bir dalğa gəlirdi, onun qarşısını aldı. Çünki 2018-19-cu illərdə YouTube'da hamı nəsə çəkməyə başlamışdı. Yaxşı, pis. Nəsə yazılırdı, çəkilirdi. Bir nəsə qızışmağa başlamışdı. Və bunu eləyən adam çox idi. Sonra pandemiya, TikTok və həmin o video çəkən uşaqların bir çoxsu keçdilər TikTokda canlı yayım eləməyə. Çünki orada daha rahat pul qazanırsan, daha az enerji sərf edirsən, sıfır yaradıcılıq və s. və s. Bu böyle bir ki biraz İndi yarısını tutulan. O qurulum Qalıb ki, Yox, o tutulan tayfa yox idi bu YouTube-a video çəkənlər arasında. Amma yəni bir dönəm Vine çəkən uşaqlar keçmişdi YouTube-a, misal üçün təzə-təzə nəsə başlayırdı da. Bəlkə o da ondan sonra daha
püxtələşəcəkdilər. Amma elə bil ki, bu tərəf bunun qarşısını aldı. Həmçinin də indi reklam bazarının, yəni serial gəlsən, təqdim edirsən, deyir ki, bundan 3 dəfə daha ucuza TikTokda video çəkdirirəm. TikTokda videonu telefonla zaten çəkirlər. Yəni belə bir ayrı-ayrı auditoriyalar 20 manatadır bir TikTok videosu. Mən belə sifarişçi kimi deyim. Amma ayrı-ayrı auditoriyalar da axı. Yəni serialın auditoriyası orada məhsul təqdimatı ilə TikTokda 25 saniyəli 1 dəqiqəlik təqdimat fərqlidir. Orada ayrı auditoriyanın qabağına çıxır. Biz bunu izah eləyə bilmirik də. Bizim onsuz ən böyük problemimiz budur. Biz gedirik, yəni çox görüşlərdə olmuşam da sponsorluqlarla bağlı. Baxıram ki, yəni bunu başa düşənlər də var, hansı ki onlar öz müdirlərinə gəlib bunu başa sala bilmirlər. Çox təəssüflər olsun ki, Azərbaycanda mən bunu görürəm, yaşayıram ki, yəni bizdə o marketinq direktoru deyilən adamlar, onlar büdcədən pul götürmək üçün təzədən gedib onu müəllimlə təzədən məsləhət edirlər. Əslində məntiqən belə olmalı. Yəni büdcə ayrılıbsa istifadə eləməlisən. İllik sənə büdcə ayrılır, qoyulur. Sən bunu sən bölməlisən də. Sən bilirsən bu işin ağası əslində sən olmalısan. Görürsən, reklama bu cür pul xərclənməliyik. Sən gəlsən o layihəni danışırsan. O inanır. Sən onu yola çıxır. O gedib müdirinə inandıra bilmir prosta. O çünki gedir müdirin yanında biraz belə hansı işi görməyib, nə etməyib, nədirsə problemi mənim dediyim kimi onu başa sala bilmir axı. Əlxangilin sifariş qısa metrajlı filmində məhz reklamçının müdirlə olan və reklam sifariş verənin olan problemini göstərirdi. Bəs əgər rəqəmsalda siz baxışdan pul qazana bilmirsinizsə, bunu niyə eləyirsiniz? Biz sevgidən başlamışıq əslində. Biraz sevgi, biraz da mübarizə. Çünki bizim bir ilk məqsədimiz televiziya idi. Tələbə vaxtlarımızda biz bir dənə serialın bir pilot bölümünü çəkmişdik. Komediya serialı idi özdə. Çox pis idi, yəni ilk işimiz idi. Bunu televiziya kanallarından birinə satmağa çalışırdıq. Bütün kanallar bizə yoxdur normal olaraq. İndi də baxırıq ki, yaxşı ki də yox deyiblər. Sonra onu sata bilmədik. Ona görə fikirləşdik ki, özümüz başlayaq YouTube-da kontent çəkək. Əslində çox inanırdıq ki, təzə başlayanda 1000 abunəni, bir də o 40.000 saat baxışı idi, ya 4000 saat. Bunu keçəndən sonra biz başlayacağıq da pul qazanmağa. Azdan çoxdan nəsə qazanacağıq. 1000 abunənin çox belə keçdiyi həvəslə baxdıq ki, nə qədər qazanırıq falan. Görəndə 2 sent, 3 sent. Orada biz belə olduq. Amma baxdıq ki, yəni yox da biz bu yola inanırıq. Bilirik ki, nəsə eləyəcəyik. Yəni ilk başlayanda da amalımız serial film çəkmək idi. Sadəcə baxdıq ki, biz bunu eləyə bilmirik. Bir dənə kameramız var, qırıq ştativimiz var. Bu ilə heç nə belə çəkmək olmaz. Başladıq YouTube kontentləri eləməyə. Fikirləşirdik ki, yavaş-yavaş abunəmiz qalxdıqca, baxışlarımız qalxdıqca daha yaxşı işlər görə biləcəyik. Elə də oldu, amma son dönəmlər bunun gəlib dirəndiyi nöqtəni görürük sanki. Yəni əvvəl o hissiyat yox idi. Əvvəl fikirləşirdik ki, biz elə milyon baxılmamışıq, biz elə trendə düşməmişik, biz elə bir həftəyə milyon baxılmamışıq falan. Bunlar bizim qarşımızı kəsirdi. Ki, onlar olanda biz başqa şeylər görəcəyik. Oldu, gördük ki, çox da dəyişən bir şey yoxdur. Müşahidələrinə əsasən TV hələ də aktualdır bizdə. Tamaşaçı üçün yox, amma yəni işləyən insanlar üçün yəni bu reklam bazarı da ola bilər və televiziyanın tərkibində çalışan insanlar üçün də TV aktualdır. Bu qədər aktual deyilsə, niyə o qədər reklam verilir ora? Mən əksini düşünürəm, TV aktualdır və uzun müddətdə aktual olacaq. Çünki televiziyanın birinci Azərbaycanda güclü olmasının səbəbi odur ki, maddi texniki bazası hamımızdan güclüdür. Yəni televiziya YouTube-a gəlsə bir an içərisində bizi bütünlüklə məhv edəcəklər. Çünki adamların yəni öz kanallarını bağlasalar belə, əllərində olan maddi texniki baza YouTube üçün, rəqəmsal üçün istehsal etməyə, konveyer etməyə kifayət edir. Və zaten demək olar bir çox televiziyanın YouTube kanalları hamısının abunəsi ən yüksəklərdə, ən çox. Amma qəbul etmədiyim nədir? Televiziya kanalları hər ay özünün YouTube baxışlarını YouTube reytinqi kimi təqdim edir. Yəni göstərirlər ki, bizim tutaq ki 200 milyon baxışımız olub ay ərzində. Bu biz onlar arasında ən reytinqliyik. Əslində baxış sayı reytinq deyil axı. Tutaq ki sənə 100 min baxırlar. Bir müğənniyə 1 milyon baxırlar. Birincisi kateqoriya fərqlidir. Yəni çəki dərəcəsi fərqlidir. Liqa tamamilə fərqlidir. Və bir çox insan da bunu dərk eləmir ki, bu 100 min baxış 100 min insanın baxışı deyil.
100 Bəli. min dəfə baxışdır. Bəli. Bunu çox açıqlamaq istəmirlər, amma Hə. yəni reallıq budur da. Yəni ona görə musiqilər, mahnılar daha çox dinlənir. Səncə nədən? 8 milyon. Təkrar Hə, qulaq 8 asıram milyon da mən dəfə buna. qulaq asılıb. Hə, Yəni də budur. 8 milyon dəfə qulaq asıb. Yəni televiziya özünün YouTube-da olan baxışını, kimisə öldürdü, filan şey belə oldu, nə bilim hardasa nəsə raket partladı və s. baxışını, xəbər baxışını və ya hansısa bir kiçik buraxılış Reyting kimi baxışını təqdim edir. reyting kimi təqdim edir. Baxılma sayı reyting deyil. Reyting tamamilə fərqli, yəni tanınma. Reyting məsələsi nədir? Məni nə qədər tanıyırlar. Bundan nə qədər xəbərdardırlar və məndən nə qədər sitat gətirirlər. Misal üçün deyəcəm, əgər bir verilişdən tutaq ki və ya bir videonuzdan çoxlu sayda hissələr paylaşım edilibsə, yəni səndən sitat gətirilibsə, sən o qədər mediinsən. Sənin hazırladığın reportajdan heç kim sitat gətirməyibsə, heç kim heç yerdə paylaşmayıblarsa, sən mediyinə deyilsən. Yəni sənin elədiyin xəbər adi, yəni Azərbaycanda xəbərlər buraxılışını etmək dünyadan asan şeydir. Bəllidir, hamı xəbəri bir yerdən götürür, bir agentlikdən götürür, bir cür formada verir. Heç kim də fərqli formada xəbər etmək kimi bir komfortu və ya rahatlığı da yoxdur. Yəni Haqqı da yoxdur. Hə, haqqı da yoxdur. Belə desək. İkinci bir tərəfdən məsələn o deyir sizə kanallar bizə pul deyir ki, mən məsələn maksimum 5000 6000 ayıra bilərik. Dövlət televiziya və sindən və ictimai televiziyadan fərqli olaraq onların büdcələri dövlətdən ayrılır və ya ictimai əsaslarla yenə dövlət büdcəsindən ayrılır. Büdcələri məlumdur, xərcləri də məlumdur. Bunlar hamısı yazılır, onlar illik hesabatlarını verilir. ANS televiziyasından başqa ki, ANS televiziyası Azərbaycanda Azərseldən sonra ən böyük vergi ödəyicisi idi televiziya olaraq. Bağlanana qədər təbii ki. ANS televiziyasından başqa indiyənə qədər biz heç bir telekanalın vergi hesabatlarını bilmirik. Biz bilmirik ki, hal-hazırda mövcud olan kanallar gəlirdədir, yoxsa şeydədir, ziyandadır. Mənfəəti nə qədər olub? Nə qədər vergi ödəyiblər? Bu əslində bizim üçün o serialımızı götürüb gedəndə əslində göstəricidir. Yəni o 5000-i verə bilmirəm, çünki orada reklam büdcəsi nə qədər rəsmidir, nə qədər kəşdir, biz bunu da bilmirik də. Çünki biz ümumiyyətlə sistemi bir müddət televiziyada işləyəndə də çox başa düşməyə çalışırdım ki, burada sistem necə davam edir. Səhərdən axşama qədər mən onun adlarını qoymuşum divan verilişləri. Yəni sadəcə divanlar dəyişir də. Divanlar və aparıcılar dəyişir. Ortalama konsepti eynidir. Ağlayacaqlar, oxuyacaqlar və s. və s. və s. Bütün sistem bunun üstünə qurulub və bir də ki bir dənə villanın içində çəkilmiş qohumluq əlaqələri ilə bağlı seriallar. Bəli. Və bu dəyişmir, inkişaf eləmir, amma hər şey də öz qaydasında gedir. Bunun arxasında mən bir səmimiyyətsizlik görürəm. Çünki necə ola bilər? Bu bariz şəkildə gözümüzün önündədir ki, artıq misal üçün bu tipli konseptlərə insanlarda maraq yoxdur. Yəni televiziyanın biz belə bilmişəm, siz indi məndən daha yaxşı bilərsiniz, amma yəni informativ olmalıdır, əyləncəli olmalıdır, öyrədici olmalıdır məsələsi var. Bizdə yəni hal-hazırda maksimum bir dənə informativliyi saxlayıb. Əyləncə ilə öyrətmək qalıb digitalın boynundadır. Bununla bağlı bu arada Audiovizual Şuranın bir paylaşımı var idi. Deməli, neçə faiz nəyə xərcləyiblər? Deməli, 24% informativ maarifləndirici idi ümumi kanallar üzrə. Uşaqlara ayrılmış zaman 1%. Yəni bizim televiziyalarda uşaq proqramları ümumi şəbəkənin 1%-ni təşkil edir. Heç biz baxmırıq televizora, uşaq televizora baxan deyil, bəlkə onlar da belə düşünürlər. Amma oradan sonra rəqəmsala düşür də o. O düşür rəqəmsala. Düşüncə forması elədir ki, yəni heç biz baxmırıq, bu uşaq, yəni biz özümüz telefona. Yenə sistem və problem də cənab təhsil naziri Cənab nazir keçən dəfə deyirdi ki, Azərbaycanda yaşayıb Azərbaycan dilini səlis danışa bilməyən insanlar yəni insan olmamalıdır. Əslində biraz Yəni hər kəs öz Azərbaycan dilini mükəmməl bilməlidir. bəli. Yəni o şey bu. Amma biraz qəribə şeydir. Sözdür. Bəs bu uşaq şeyi görməsə hardan öyrənsin? Bəli, onu hardan öyrənsin? Bax, rəqəmə deyir. 23.4% informasiya və analitik proqramlar, 16% idman proqramları, 14.1% reklam məzmunlu materiallar, bu çox böyük şeydir. 13.5% musiqi və əyləncəli proqramlar, 12.8% bədii filmlər və seriallar, 8.7% mədəni maarif janrında proqramlar,
3.3% anonslar və elanlar, 3.1% sənədi film və materiallar, bu da çox azdır. Yəni insanlar necə öyrənəcəklər? 2.8% sosial proqramlar, 1.2% uşaq proqramları və cizgi filmləri, 1.1% sosial çarxlar və kanallar üzrə də bölüblər. Biz linki də yerləşdirərik. İzləyicilərimiz də baxar. Yəni bütün dünyada da əslində televiziya öz gücünü qoruyub saxlamaqda davam edir, öz inkişaflarını, yəni yaxşı formada görmüşük gözümüzün qabağında. Yenə çox uzağa getməyə ehtiyac yoxdur. Türkiyə, Rusiya, hər ikisi də gözümüzün qabağında 15 il bundan qabaqki səviyyəsindən daha yaxşıdırlar. Bəli. Amma biz 15 illə müqayisədə daha bəlkə də zəifləmişik. Mən düşünürəm ki, yəni 15-20 il bundan qabaq televiziya daha maraqlı idi, daha rəngarəng idi. Yəni burada həm də marketinqin çox böyük önəmi var. İctimai televiziya Marketinqdə çox gözəl aparırlar. Öz məhsullarının marketinqini aparmış olur. Təbii ki, əgər tutaq ki, indi reytinq cədvəlləri açıqlanır və məlum olur ki, ictimai televiziya 3 və ya 4-cü yeri bölüşür, özəl televiziya, hansısa özəl televiziyalardan aşağıda göstərilir. Amma gəlin konkret götürək məzmunun keyfiyyəti, aparıcıların aparıcılıq keyfiyyəti, nitq səlisliyi və efirə uyğunluğunun ölçüsünə baxanda 4-də deyil, dəqiq 4-də deyil. Hə, dəqiq 4-də deyil. Yəni burada biz bir neçə aparıcının adını da çəkə bilərik, deyə bilərik ki, məsələn filan kanalda filan şey eləyirlər, amma qeybət üzərində qurulan və insanların məişət problemlərini güya ki, sosial problem kimi önə çıxartmaq və onda reytinq qazanmaq bu 80-ci illərin Amerikan formatıdır. Və dünya artıq bu formatda deyil. Biz Türkiyəni çıxırıq da. Yəni Türkiyədə qadağan olundu. Türkiyədə artıq qadağan olundu. Mənim sualım bundan ibarət ki, məsələn Türkiyədə artıq serialların bir neçəsində qadağa var idi televiziyada. Onlar artıq ssenarilərini dəyişirlər, şiddət çoxdur deyə belə şeyləri var. Amma onların həm də rəqəmsal platformada insanların pul ödəyib baxdığı Gibi serialı olsun, Blue TV-də nə bilim nəsə olsun, Hulu-da nəsə olsun falan, o özlərinin pul ödəyib rəqəmsal formatda istehsal olunmuş seriallara baxmaq ənənəsi də var. Var. Yəni Blue TV bunların ən şeyidir də, yəni güclərindən biridir. Yəni var, Blue TV var. Ha, özlərinin düzdür, onlar da sonradan xarici şirkətlər aldılar, amma yəni ilk addımı özləri ilə atmışdı. Sonra da şirkətlərini böyüdüb satdılar. Burada da yəni öz yəqin payları falan da var. Burada yəni orada bir ənənə var da. Yəni mən televiziyada olmasam da televiziyada iş daha çətindir. 2 saatlıq bölüm eləyirəm. Burada 50 dəqiqə eləyirəm. Televiziyada Ritükün dedikləri ilə oturdurmalıyam. Burada tam sərbəstəm deyəndə seçir, düz riskə girir, amma alıcısı var. Yəni adamlar ödəyirlər, serialı baxırlar. Ümumiyyətlə bizdə orada musiqiçilər belə, yəni belə bir şey yoxdur da. Həmən YouTube-da 10 milyon baxılmışam söhbəti yoxdur orada. Musiqiçilər deyir ki, Spotify-da nə qədər dinləyirsən? Misal üçün ya digitalda Apple Music-də nə qədər dinləyirsən? Bu adamların o ənənəsi də var. Bizə hələ o da tam gəlib çatmayıb. Var, çox az faizdir. Biz indi ilk dəfədir Azərbaycanda bizdə də Metaflix yaradılıb. Biz də birinci dəfədə onlarla işləmişik. Hələ ki insanlara bu çox yad gəlir. Çox qəribə gəlir. Abunəsi var Metaflixin? Var. Abunəsi var. Var. Amma orada bir dənə maraqlı məqam var. Bir adam deyir ki, məsələn bir dənə film çıxır kinoteatrda. Eminin filmi çıxanda kinoteatrda konkret olaraq yazırlar. YouTube-da var. Bu kinoteatra çıxıb. YouTube-da necə ola bilər? Bu kinoteatrdadırsa YouTube-da olmamalıdır. Yəni insanlar havayı baxmaq ənənəsi var. Bizdə piratlıq da yuxarıda. Belə öyrəşiblər. Çünki bizdə ümumiyyətlə mən özüm belə, biz hamımız kinolara pirat baxmışıq. Torrentdən, oradan, buradan HD film cəhənnəmin evində belə baxmışıq, bir dönəmi belə yaşamışıq. Və bizdə bu sizin dediyiniz o adəti formalaşdıracaq heç bir şey olmayıb. Qarşımızda belə bir şey olmayıb. Hətta sonradan sonraya bir çox insan Netflix seriallarını belə mən gördüm, müşahidə edirəm. Yəni dostlarım, tanışlarım, yaxınlarım, onlar yəni şeydən tapıb baxırlar. Pirat tapıb baxırlar. Bunlara belə. Yəni bu bizdə bu formada bir adət oturuşub. Bir də niyəsə bizdə elə bil ki, internetdə belə bir şey pul xərcləmək, mən elə başa düşürəm, insanların psixologiyasında onlara biraz aldadılmışlıq duyğusu verir. Çünki o öyrəşib, bax ona Loxan verin 5 manat. Hər şey gəlir ki, bu mən buna pulsuz baxım. Mən üçün işdə əziyyət çək, hər şey qur, mən də bunu pulsuz baxım. Yəni məsələləri tam olaraq elə bil ki, bir
bir dövrün o gəncləri bəlkə də indi bizdən sonrakı nəsildə bu fikirlər dəyişəcək. Çünki biz bunu da müşahidə elədik ki, əvvəl konsertlərə bu qədər axınla gedən insanlar yox idi. Konsert, əyləncə. Bu ruhda insanlar yox idi, amma 2020 o pandemiya bitəndən sonra insanlar maşallah, yəni biz özümüz belə və bizdən də əlavə neçə insanlar konsert verir və illik bütün həyatını konsert üzərində yaşayan insanlar var. Belə insanların yaranması bizə bu ümidi verir ki, haçansa digitala pul xərcləyəcək insanlar da get-gedə artacaq, bu mədəniyyət də formalaşacaq. Sadəcə insanları da başa düşürəm ki, onlara da bunu öyrəşdirmək lazımdır, daima kontent vermək lazımdır. Yəni onların marağı olmalıdır ki, girsin hansısa digital platformaya pul xərcləsinlər. Bu da ki, hələ ki bir nəfərdən, iki nəfərdən, üç nəfərdən alınacaq bir şey deyil. Çünki normal olaraq mən insanların tənqidini də bir nöqtədə başa düşürəm. Deyirlər ki, biz misal üçün girdik, maksimum bir aya Netflixdəki bütün kontentə baxıb bitirə bilərlər də. Yəni halbuki Netflix götürüb şey də eləyə bilər də, bizim köhnə kinolarımızı rəngləyib, onu rəngləyib deyəndə nə qədər süni zəka var, daha keyfiyyətli eləyir. 760-lar, 720-ləri. Onu indi amma investisiyadır da. Sən onu ora yığıb həm də oradan insanları cəlb eləyə bilərsən də. Məsələn, indi sən keyfiyyətli Məşədibada baxa bilmirsən. Bir də Bank of Baku-nun tərtib etdiyi o vaxtı yəqin yadına gələr. Bank of Baku götürüb 20-yə yaxın Azərbaycan kinosunu türklər vasitəsilə rəngləmişdi. Biraz daha keyfiyyətli hala gətirmişdi. Belə paket halında hədiyyə göndərirdi. İndi onu Balans studiyası eləyir. İldə təxmini 2-3 film edə bilirlər. Nəsimi filmini bərpa ediblər. Bizim Cəbiş müəllim filmini bərpa ediblər. Səsi düzəldiblər, görüntünü düzəldiblər. Düzdür, rəngdən eləmirlər, amma köhnə rəngdə olanları rəngləməyə çalışıblar. Amma bu özü şəxsi inisiativa və şəxsi pul hesabına olub. Yatırım olmasa, amma bunun geri dönüşü necə inkişaf eləyəcək? Məncə buna vaxt və enerji xərcləməkdənsə daha yenilikçi şeylərə. Daha yeni olsun. Çünki yatırım mən belə olmalıdır. fikirləşirəm, məncə onların müəllif hüquqları məsələsinə görə belə, Məncə yəni eləməyə biraz. Həmçinin onlar o vaxtı bildiyim qədərlə Azərbaycan kinematografiyasında film çəkiləndə ən ucuz lentə çəkiblər. Ona görə o şeylər keyfiyyətsizdir. O vaxtdan o vaxtdan kəsmişik də. Yəni Sovet dövründə çəkilmiş, 2-ci Dünya müharibəsinə əsr olmuş bir Sovet rejissorunun filminə baxaq, Sakit Don misal üçün filminə baxaq. Deyirsən ki, o da bunu niyə çəkiblər və ya Baharın 17 anı filmi üçün bunu niyə çəkiblər ki, belə keyfiyyət qalıb da. Yəni onu HD-yə çevirdi Rusiya 1 kanalı. Keyfiyyət demək olar ki, getmədi. Yəni çox yaxşı bir keyfiyyətdə idi. Bizimkinə baxsan, katlar bir sən necədir? Yəni qayçı ilə kəsib birləşdiriblər, onu da elə eləyiblər. Sən o qayçının bir dənə izini də görürsən lentində. O lentlərin özündə indi bu dəqiqə onu təmizləməklə məşğul, öz hesablarına gedir. O zaman da keyfiyyətsiz lentə çəkilib. 90-cı illərdə onların saxlama şeyləri pozulub, ara qarışıb nəsə bitib, lentləri düzgün saxlamırlar. Məsələn, Bəşir Səfəroğlu'nun filmləri qalmayıb. Bir dəfə kino studiyada yanğın çıxıb, o lentlər yanıb və ya kimsə o lentləri götürüb. İndiyənə qədər Bəşir Səfəroğlu'nun bizim əlimizdə yalnız xırda, nə deyirik ona, sokları qalıb da, kiçik, hansısa tamaşadan hissəsi qalıb. Nə bütöv o vaxt televiziyada belə bir şey vardı. Onlar tamaşanı çəkirdilər, sonra televiziyada nümayiş olunurdu. Hicran, Nişanlı qız və ya digərləri. Onun hissələri qalıb. Bəşir Səfəroğlu'yla bağlı bizim əlimizdə material, televiziya materialı yoxdur. Və ya girməlidirlər arxivə, bir-bir o lentləri bərpa eləməlidirlər. İndi lentlər hansı vəziyyətdədir, dərmanı nə vəziyyətdədir? Bunların heç biri yoxdur. Təzə nə edirsən onu yumaq üçün. Göndərirsən Moskvaya, Peterburqa ki, orada eləsinlər. Məncə bizdə bir çox şey belədir. Yəni tək bu söhbət məncə məsuliyyət məsələsidir. Yəni insan öz məsuliyyəti də hiss eləmir ki, mən buna dəyər vermirik, bəlkə bundandırmı, inamsızlıqdandırmı? Bizim çünki mən belə bir şey müşahidə edirəm ki, ümumi bir inamsızlıq var bizdə. Nə bilim, müəllim şagirdə inanmır, şagird müəllimi inanmır, valideyn övlada, sponsor bizə, nə bilim, heç kimə bir inam yoxdur. İnam olmadığına görə də heç kimə öz işini inamla görmür. Və nəticədə də gəlir sonda belə də, yəni yola vermək, yola verdi sözünün qarşılığını başqa dillərdə çox çətinliklə tapıram mən. Yəni Türkiyədə bunu izah eləmək istirdim ki, yola ver getsin, heç cür ağlıma gəlmir ki, bunlar necə deyirlər? Son fikirləşim ki, ola bilər ki, bu söz ancaq bizə məxsusdur ki, yola ver getsin. Türkiyə demişkən battle rap
İndi orada da Hə. yarışlar və sair oldu. Əsas müqayisə edəndə bizimki ilə nə fərq görürsən orada? Bizimkilər söz məsələsində çox, yəni nəyimiz də olmasa sözdə yaxşıyıq. Söz verməyə də yaxşıyıq. Hə, söz. Bütün mənalarda söz verməyə də yaxşıyıq. Hə, yəni bunu orada da müşahidə elədik. Bunu orada da müşahidə elədik və gördük ki, doğrudan da biz birinci biraz narahat idik da, fikirləşirdik ki, indi görəsən Azərbaycanlı uşaqlardır, türk dilinə gedəcəklər, necə hazırlaşacaq, necə deyəcək, eləyə biləcəyimi ümumiyyətlə. Amma sonra biz orada görəndə ki, o bu türkdən daha yaxşı elədi. Və orada da indi insanlar belə düşünürlər ki, bu qabağına çıxartdığımız rəqib də zəif adam olmayıb. Yəni öz dövründə birincisi bundan təcrübə olaraq da böyüdü. Plus orada freestyle-da ikinci olmuş bir adamdır. Yəni bu adam bədahətən söz deyib ikinci olub. Burada yazıb hazırlaşıb gəlməlidirsə daha yaxşı olmalıdır da. Biz orada başa düşdük ki, bizim yəni hələ 2 dəfə, 3 dəfə battle eləmiş sıravi bir çox yeniyetmə, çox cavan bir rapçimiz. Orada mən illərin reperiyəm deyən adamdan çıxıb ondan daha yaxşı söz deyə bilər. Onun özü də onun dilində, onun ləhcəsində belə türk dilini götürürüksə. Bu bizdə birinci çox inam yaratdı. İkinci də nə oldu? Biz Azərbaycandan da əslində çox belə battle gözlənən, çox izlənən bir reper aparmamışdıq. Türkiyədə də o gündəmdə olan bir adam deyildi. Və 0 kanal, 0 abunəsi olan bir kanalla başladıq. Birincini qoyduq. İndi 1.5 milyon izlənməsi var və bunun 80%-ni türklər izləyib. Və türklər də hardasa başa düşür ki, biz bunu daha yaxşı eləyirik. Bu bizim üçün yenə maraqlıdır ki, digər başqa uşaqlar da Azərbaycandan getsələr. Biz hələ bunun maraqlıdır da biz bunun davamını görmək istəyirik ki, görəsən bu bir dənə nümunə ilə indi demək olmaz. Amma indi bizimkilər indi bunların dilində deyir deyə daha yaxşı gəlir də ki, yəni bu adamlar kiçik bir hazırlıqla. Bu sizə yeni bir imkanı açmırmı? Məsəl üçün deyək, serialınız Adəm və Həvva adlanırdı. Səs serialdır. O bölümlərin birinci bölümünün adı Adəm və Həvva idi. Bu serialları istehsal edəndə sizə bizdə sent gəlir. Məsələn, biz YouTube kanalımızın baxışlarına baxanda görürük ki, bizim ən çox qazandığımız pullar daha çox bizi xaricdə izlədiklərinə görədir. Yəni orada izləyir, onun qabağına reklam çıxır və ona görə. Çünki orada daha çox ödənmiş olur. Sonra bu VPN dövrlərində çox yaxşı gəlirlər əldə elədik biz. Çünki Almaniya VPN ilə falan qoşulurdu. Alman reklamları da çıxırdı deyə. Həmin dövrlərdə yaxşı idi. Yəni bu o demək deyilmi ki, artıq kursu dəyişmək lazımdır. Bu nədir? Ən bəsiti subtitle-dan çıxmaqdır. Yəni Azərbaycan dilində amma tutaq ki, türk dilində subtitle və ya ingilis dilində və ya rus dilində subtitle-dan çıxmaqdır. Ən idealda isə səsləndirmədir. Yəni bunu indi Battle misalında 0 kanalla 1.5 milyon baxır. Zaten Türkiyə YouTube hal-hazırda boşdur. Orada nə qədər də məzmun çox olsa da əslində boşdur. Çünki Türk cəmiyyəti istehlakçı cəmiyyətdir, istehsalçı deyil. Onlar istehlak etməyi xoşlayırlar. Verin yesinlər, baxsınlar, izləsinlər, fikirlərini yesinlər. İstehsal cəhətdən də pis deyirlər. Yox, istehsal edəndə yaxşı istehsal edir. Amma ümumi olaraq istehsal sayı Ukrayna, Belarusiya və ya Rusiya məzmun yaradıcılarından dəfələrlə azdır. Məsələn, Ukraynalılar daha yaradıcıdırlar, Belaruslar daha yaradıcıdırlar. Blog olaraq, vlog olaraq, Rusların batıllarına baxırsan, çəkilişən tutmuş işığa qədər, tempə qədər, aparıcılara qədər və ya reperlərə qədər deyirsən ki, bunlar necə eləyə bilirlər ki, bunu mənə satır da. Böyük ölçüdə. Əslində Türkiyənin ənənəsi bu yaradıcı şeyləri götürüb çox sürətli şəkildə kopyalayıb öz konveyer hesabına salmaqdır. Biz o şey olurduq ki, bunlar necə battle hələ görməyiblər də. Tamamilə siz freestyle zad eləmisiniz, amma freestyle tamam başqa bir sahə, çox undergrounddur da. Yəni orada kimsə çıxıb bədahətən yaxşı söz deyə biləcək, deyə bilməyəcək, bu hər dəfə sual işarəsi altındadır. Amma bunu necə görməyiblər? Biz illərdir elə bu fikirləşirik ki, bunu necə görməyiblər, elə biz bunu götürüb eləyək. Səhnələri də çox quru olur, onların battle səhnələri. Bizdə sən kəllə-kəlləyə baxırsan, daha yaxşı ekranlar. Mən dediyim odur da, yəni bəlkə istiqaməti dəyişmək lazımdır. Məsələn, tutaq ki, atıram da səs serialını test olaraq türk dilində vermişik. Biz səs serialını 4 bölüm türkçə dublyaj yayımlamışıq. Özdə biz qrup TR adlı bir kanalla.
pis də izlənmirdi. Biz bunu hansı dövr elədik? Onlarda birdən-birə dollar çox qalxdı, hələ öz qiymətləri falan oturuşmamışdı. Manat TL ekvivalenti arasında çox kəskin fərqlər yarandı. Biz onda çox ucuz qiymətlərə çox yaxşı dublyajlar elətdirə bildik Türkiyədə. Məni Polat Alemdarı səsləndirən zat Umud Tabaq səsləndirirdi. Yəni və orada bizə deyirdilər ki, abi bax Umud gelirsə biraz pahalı olacaq falan. İndi oradan danışır Türkiyədən. Uşaqlar deyirəm ki, bunlar deyir baha olacaq. Görən nə? Yazıram ki, bəs abi nə qədər? Yazır ki, bəs 1000 TL artıq ödəməsi. Vuruq çıxırıq 100 manat eləyir. Deyir kartımı göndər. Göndərir. Belə bir dənə yaxşı dönəmə düşmüşdük. 1 bölüm 2 bölüm elədik. Yenə 0-1 kanal açdıq, yoxladıq. Orada da belə bir hissiyat aldıq. Biz Türkiyənin özəlinə göstərirdik necədir. Baxdıq ki, bizim Azərbaycanlılar öz dublyajımıza nə reaksiyanı veririksə, onlar da öz dublyajlarına o reaksiyanı verirlər ki, bizimkilər dublaj yapamıyor. Nə bilmirəm. Biz də deyirik ki, biz bunların dublyajı ilə böyümüşük də ki, necə yəni sizinkilər də bacarmır bunu. Onlar qayıt ki, bəlkə alt yazı ilə verərsə, biz alt yazı versiyasında elədik. Prosta axıra qədər gedə bilmədik. Orada qiymət birdən-birə elə qalxdı ki, biz baxdıq ki, gərək ya biz bütün hər şeyimizi bu dublaja qoyaq, başqa heç bir iş görməyək. Belə yəni hər bölüm başına 2 dəfə artmağa başladı. Birincisini çox ucuz elədik, nə bilim, 700 manata zad elədik, ikinci oldu 1400 manat. Üçüncü gəldilər ki, yox bu dəfə 3000-dir falan. Biz baxdıq ki, biz 8-ci bölümün sonuna qədər bunlara gəlib 20 min, 30 min pul verir. Amma müəyyən bir nöqtəyə məncə dayanmamaq lazım olur da. Çünki sən o nöqtəni aşandan sonra artıq sən o gəlirləri orada qazanmış olsun. Məsələn, oranın reklam bazarı çox böyükdür, çox böyük. Okeandır da, biz burada göldür, orada okean. Və sən artıq orada çəkməyə başlayırsan bunu, oradakı aktyorlarla. Əslində dayanmamışıq, dayanmağa məcbur olmuşuq, amma bu indi sonra Metaflixə də satılandan sonra ümumiyyətlə bütün hər yerdən qaldırmalı olduq biz videoları falan, bölümləri sildik. Ancaq belə kusoklar qaldı. Rəqəmsal platformada Metaflix-də deyirsənsə, məsələn, orada izləmə nə qədərdir? Orada hal-hazırda bizim izləməmiz 10 minə yaxın çatır. Və buradakı 10 min YouTube'dakı 10 min deyil də. YouTube'da o 10 min dəfədir. Burada fərdi abunəçilərdir. Hə, burada biz bilirsən ki, bir nəfər adam pulunu ödəyib girib baxıb. Ola bilər ki, bir nəfər ödəyib oturub 5 nəfər də baxıblar. Amma yəni sırf bu 10 minə yaxınlaşan bir rəqəmlər. Çox yaxşı rəqəm deyil. Azərbaycan üçün çox yaxşı rəqəmdir. Pullu. Hələ ki 10 min olmayıb. İnşallah bu çıxana qədər yəqin ki. Bəs sponsor demir, YouTube'da deyilsə mən niyə rəqəmsal platformaya ödəniş edeyim? Onsuz da o dərəcədə bir sponsorumuz olmadı bu hal-hazırdakı vəziyyətə görə. Yəni biz qalmışdıq onsuz da biz bunu sponsorlanma çəkək, YouTube-da yayımlayaq. Yoxsa baxdıq ki, bizim sponsordan alacağımız məbləğlərdən biz bu 3 bölümü çəkib heç cürə ortalığa gətirə bilməyəcəyik. O həddə idi ki, mən bunu belə də istirdim götürüm o şəkərini bir dənə kitab kimi eləyim ki, bu sonu kimə maraqlıdır, heç olmasa yazıq alıb kitabını oxusun da, çəkə bilmirik. Elə həmin dövrdə bir Metaflix çıxdı qabağımıza, dedi ki, bəs belə maliyyələşdirək falan. Çəkin, sonra burada yayımlayın. Dedik, okey. Necə olur ki, bir görsən televiziyada bir serial gedir, titrları gedir. Allah saxlamışın nə qədər sponsoru var orada. Havayı gəliblər onlar ora. Necə olur ki, onlarda var? Biz nəyi düz eləmirik ki, onlarda var, bizdə yoxdur, sual belədir. Məncə, yəni orada çox Mən kalbasadan danışmıram, yəni kalbasa sponsorluğundan danışmıram. Ümumiyyətlə necə olur ki, onların titrlərində doludur, bunu elə-beləmi yazırlar? Valla mən sizə deyim ki, mən bu yenə deyirəm də bu sistemi heç televiziyada da işlədim, yenə də başa düşmədim. Siz demiş necə olur bu? Çünki kənardan gedib yenə televiziyaya layihə satmaq istəsək, yenə gedib özümüz bu televiziya üçün sponsor axtarmaq istəsək ki, bunu da yaşamışıq. Yenə sponsor tapa bilmirsən. Yenə orada çox aşağı məbləğlərdən söhbət gedir. Amma televiziyanın özünün istehsal elədiyi o ucuzlu serialların içində siz demiş çoxlu sponsorlar görürük. Bu təzadı mən də başa düşə bilmirəm ki, yəni bəlkə də hansısa bir yaş dövrü gələcək, mən belə olacağam ki, hə biz burada səhv eləyirmişik. Hələ ki başa düşmürəm nədə səhv eləyirik, nədə düz eləyirik. Çünki tutaq ki yenə deyirəm də ictimai qoysaq kənara, mən gedib hansısa bir özəl televiziyalardan birində serial çəkmək istəsəm, bu indi bizim çəkdiyimiz səs serialı kimi səs çəkə bilməyəcəm. Çünki orada ayrılan büdcələrlə mən nə o istədiyim keyfiyyəti ala bilməyəcəm. Düz deyim, mən deyim ki, biz belə keyfiyyətli, wow, super, möhtəşəm işləyirik, yox. Amma televiziyadan yoxdursa bir 3 dəfə, 4 dəfə daha keyfiyyətli işləyirik. Yəni televiziyada gedən seriallardan.
elə ona görədir ki, biz 4 ilə çəkmişik 11 bölümü. O da ki, yəni bizi hər dəfə saxlayıblar yarı Uzun bir bölüm müddət belə yəni belə çəkib bitirmişik. Ona görə yəni heç cürə beynimdə o şeyi tamamlaya bilmirəm ki, mən necə edə bilərəm ki, məsəl üçün televiziya serialı girim, bir sezon, tutaq ki 25 bölüm, 30 bölüm. Vururam, çıxıram, baxıram ki, bunu eləmək üçün çox pul lazımdır. Və televiziya da bunu ayırmayacaq, heç bir sponsor da bunu ayırmayacaq. Yəni bu belə bir təzad var ortalıqda. Milli Teleradio Şurası bundan öncə belə adlanırdı. Milli Teleradio Şurası təşəbbüsü ilə Azərbaycanda xarici serialları birdən-birə dayandırdılar. Dedilər ki, biz sizə pul ayırırıq, serial siz çəkəcəksiniz, Azərbaycan serial bazarını inkişaf elətdirmək lazımdır. Daha sonra isə o qərar ləğv olundu. İndi əcnəbi seriallar yenə nümayiş oluna bilər, icazəlidir. Lisenziyasını alırsan, lisenziya nömrəsini göstərirsən və başlayırsan o serialı nümayiş elətdirməyə. İndi məndə bir dənə sual yaranır. Ona gəlib Hindistandan serial zad alırıq biz. 1000 bölümünə, nə bilim, belə şeylər. 1000 bölümünə 2 dənə çörək veririk. Elə bir şey. Sən 2 dənə nam verin, mənə bir dənə bir serial ver. Belə şey faşist kimi çıxmasın. İki təzadlı bir gəlib kəfələ. İki təzadlı qərar var. Biri deyirdi ki, biz pul ayıracağıq, serial industriyası inkişaf eləyəcək. Ona görə xarici serial lazım deyil. Bu o zaman monopoliya yaranırdı. Hamı deyirdi ki, serial istehsalçıları mən nə istəsəm eləyə bilərəm. Zaten başqası rəqibim deyil. İndi bunu çıxartdılar. Yenidən türk serialları və Amerikan serialları bazara girir. Yekunda indi serial bazarında vəziyyət necədir? Bu qərar ümumiyyətlə əvvəlki qərar necə təsir elədi? İndiki qərar necə təsir edir? Dəyişən heç nə yoxdur məncə. Yəni bu qərarlar verildi, aldım. Bəlkə də pərdə arxasında nələrsə dəyişdi, biz onları görmədik. Bunları hiss eləmədik. Bəlkə də kimlərsə varlandı, kimlərsə kasıbladı, bunu da bilmədik. Amma gözlə görülən, yenə dediyimiz kimi, əgər dövlət kanalı maliyyələşdirmirsə, ortalıqda bizim məhsul deyə biləcəyimiz bir şey yoxdur ki. Hansı ki biz o məhsulu götürək, oynan çıxaq dünyaya. Nə bilim, dünyaya necə ki misal üçün də Qazaxıstanın serialını, nə bilim, Özbəkistanın serialını bizə indi satırlar. Bəli. Biz də harasa nəsə sataq da, bu şey də yoxdur. Bu sistem də hələ formalaşmayıb. Müəllif hüquqları bizdə formalaşmayıb. Yəni bunları mən misal üçün yazıram, çəkirəm, amma bu birisi tərəfindən mən məşğul olmalı deyiləm də. Mənim hüquqlarımı da hansısa başqa bir şirkət qorumalıdır. Mən bunu öyrənəndə ki, Türkiyədə məkanlarda, misal üçün musiqi qoşular, Sərdar Ortaçın mahnısını qoşulur. Ona görə belə sənətçiyə pul ödəyirlər və bunu gedib sənətçi özü almır. Sənətçiyə gəlirlər, misal üçün müəyyən bir məbləğ pul verirlər. Deyirlər ki, qardaş, sən orada bir düşüb pulunu yığan deyilsən. Sən misal üçün gələ bu 100 mini, biz 3 il 4 il sənin əvəzində pulları yığacağıq. Onsuz da biz bu işin dalınca gedirik. Sənin də pulu yığacağıq onda. Ortada o şirkət də qazanır, o artist də qazanır. Bizdə nəinki bunu eləmək, bunun anlayışı, düşüncəsi belə yoxdur ki, belə bir şey mümkün ola bilərmi ki, mən falan kəsin mahnısını qoşuram. Bizə deyirlər ki, yəni əksinə biz sizi reklam edirik, qardaş. Bura biz sənin gündə nə qədər adam girib çıxır da, yəni minnət də qoyacaq. Yəni ona görə yəni bizdə hələ ki bu siz deyirsiniz, bu serial məsələsində də belədir. Əslində bu türklər belə yanaşır ki, məsələyə misal üçün bir serial, bir film çəkməyə, bir bina tikməyə bərabərdir. Sən bundan ömrünün axırına qədər pul qazanacaqsan. Amma bizdə belə deyil axı. Bizdə yəni çəkdin, sonra qoydun YouTube, oradan 3-5 sent qazanarsan, qazanmazsan qalır. Amma onların məntiqində budur ki, mən bunu çəkdim, sonra bütün dünyaya da olmasa bir 50-dən 60 dənə ölkəyə satacağam. Biz də heç olmasa 5 dənə 10 dənə ölkəyə sata bilərik. Necə ola bilər ki, Qazaxıstan öz serialını Rusiyaya sata bilir? Halbuki Rusiya özü də serial istehsalında konveyerdir. Artıq orada məsələn Kinopoisk varsa, Dövlət dəstəyi ilə olur bu? yox. Yox, Qazaxlar o serialları dövlət dəstəyi ilə çəkir. Yox, özəl şirkətlər çəkir. Dövlət dəstəyi ilə ümumiyyətlə incəsənət uşaq məncə dünyada yox deyil nümunəsi. Yəni bizdə axı dövlət dəstəyi o bəlkə də ona görədir. Hamı deyir ki, dövlət mənə nəsə eləsin. Amma ortaya səs çıxan şey də düşüncədir də. olmur. Belə bir şey, yəni bunu dövlətdən istəmək çox absurddur. Yəni dövlətin 1000 dənə işi var da. İncəsənəti də durub ondan tələb eləmək ki, yəni sən bir tamaşaçı kimi, bir izləyici kimi, bir xalq kimi müəyyən zövqlərin varsa, qardaş bu zövqlərə pul xərclə də nə olar ki? Yəni milyon dənə
bərbad şeyə pul xərcləyirsən. Amma bir konsertə, bir teatra, nə bilim, bir platformaya abunə olmağa pul xərclə, sənətçivi də yaşat. Bütün dünyada fərqli ölkələrdə bir tamaşaçılar, bir də böyük şirkətlər əslində sənətçiləri saxlayır. Dövlətin bunlarla nə işi var? Yəni dövlət niyə otursun fikirləşsin ki, bizdə serial niyə inkişaf eləmir? Bu serial haqqında düşünən bir başqası olmalıdır. Nə bilim, bunu satmaqla bağlı işləyəcək adam başqası olmalıdır. Bunu dünyaya çıxardacaq adam başqası olmalıdır. Sistemində, vergi sistemində də bu nəzərə alınmalı. Məsələn, Türkiyədə seriallara sponsorluq elədiyin zaman həmin ödədiyin məbləğin bir neçə qatı da incəsənətə sponsorluq eləmirsən deyə vergidən azad olur. Bu da necə olur? Türkiyədə 3-4 dənə, 5 dənə yaxşı serial istehsal olunur. Və bunu istehsal edənlər gedirlər, bunu dünyada satırlar, ölkələrinə yaxşı pul qazandırırlar. Onda dövlət deyir ki, hə, bu adamlar işləyir, bir dənə şərait yaradı bunlara, lap yaxşı işləsinlər. Yəni yaratdığı şəraitdə vergi güzəştləridir. Hə, Başqa nə yarada bilər ki? Bəli, yəni bu ilə bağlı Türkiyədə danışırdılar ki, yəni ilk ən parlaq nümunə Möhtəşəm 100 il olub. Onun da prodüserına sual veriblər ki, necə oldu sən bunu birdən-birə bütün dünyaya çıxartdın? Yəni bunu fərdi bir nəfər adam eləyib. O işin yapımcısı, yəni prodüser eləyib. Deyir ki, getdim Kandakı ən bahalı reklam bilbordlarının yerlərini aldım. Vurdum ora Möhtəşəm 100 ilin reklamlarını və birbaşa elə bil o targetə çıxıb da bütün o yapımcılar falan və beləliklə seriallar başlayıb satılmağa və belə bir cığır açıb Türkiyə üçün. Ondan sonra onlar üçün yaxşı vergi fürsətləri yaratdılar və s. ki, bu adamlar işləyir. Biz də əslində bir nəsə işləməliyik, nəsə ortalığa qoymalıyıq ki, dövlət bizi dəyərləndirsin ki, yəni bu uşaqlar işləyirlər, dövlətlərinə bu qədər xeyir gətirirlər xaricdən. Biraz da şərait yaradaq, biraz da işləsinlər. Yeri gəlmişkən biz daha az istedadlı deyilik də yaradıcılıq baxımından. Dünən Səudiyyə Ərəbistanında reklam çəkilişində Burak Özcivid çəkilişini 1,6 milyon dollar alıb. Gedib ora reklam çəkilişinə gedib. Yəni belə çəkildiyi serial, tutaq ki, ən məşhuru Osmanlı İmperiyasının qurulması ilə bağlı Quruluş Osman serialı götürək. Osman bəy şey deyib, pafoslarla dolu serialdır. Yəni Diriliş Ertuğrul da şey idi. Bu artıq onun belə də kölgəsində qalır. Pafoslardır, şuarlardır. Yəni az qala ayaq yollaya da şuar deyə getsinlər qılınclarına zatlar. Amma onların bunu o Türkiyə buna pazarlama deyirlər də. Yəni bunu satmaq və kimi. Adamlarda o iş çox dəhşətlidir. Adamlar hər şeyi sata bilirlər. Hər şeyi sata bilirlər. Bunu çox yaxşı formada satırlar. Bu arada Türkiyədə serial industriyasının inkişafı, onlar bu seriallara baxa-baxa ərəblərin serial industriyası inkişaf edib. İndi onlar çox yüksək keyfiyyətdə battle səhnələrlə bərabər öz ərəb tarixini göstərən böyük seriallar çəkirlər. Və bu ərəb dilində olduğuna görə bütün ərəb coğrafiyasına yayılır. Yəni Şimali Afrikadan tutun İndoneziyaya qədər bu serial yayıla bilir. Və ümumilikdə xarici seriala ölkədə yayımlanması mənfi deyil, inkişafa səbəb olursa hə. Amma bizdə inkişafa da səbəb olmur da. Yəni qadağan eləyəndə də inkişafa səbəb olmadı, qadağan etməyəndə də inkişafa səbəb olmadı. Bəlkə biz və baxıb nümunə alacağımız seriallarda yayımlamadıq heç. Bunu da deyək ki, yəni o xaricdən alma seriallarımızda çox bərbad seriallar getdilər aldılar. Yəni o dövrdə mən televiziyada işində baxırdım. Deyir ki, cəmaət baxır da buna reytinq verir bu. Yenə o söhbət gəldi bu reytinq məsələsinə diləndi ki, kim hansı səviyyədə nəyə baxır. O da yenə getdi düşdü yəni insanlar keyfiyyətli işə baxırlar, keyfiyyətsizi biz onlara ancaq keyfiyyətsiz veririk. Keyfiyyətsizə baxır da. O da düşünür ki, yəqin bundan başqası yoxdur. Və çox bizi zəhərləyən düşüncədir ya bu ki, bizim cəmaət, bizim xalq bunu istəyir. Sən ya xalqın adından boyda çıxış edirsən. Sən yaxşı bir şey elədin, baxmadı, səni dəyərləndirmə. Bir bunu elə, yəni biz öz praktikamızda görürük də, yəni xırda-xırda inkişaf eləmişik, 3000-də baxılmışıq, 5000-də baxılmışıq. Tamaşaçı bizdən müəyyən nələrsə istəyə, nəyisə tələb eləyə, bizim özümüzü gətirib formalaşdırıb bilir. Təbii ki, normal, sağlam düşüncəli tamaşaçıdan danışıram. O bizim gətirib çıxartdığı bir nöqtə var. Demək ki, tamaşaçının təfəkkürü ilə hətta yaxşılaşmaq belə olur. Amma biz ona qulaq veririkmi, yoxsa bizə maraqlıdır orada rəqəmlər və o rəqəmlər yenə deyirəm hansı statistikadan götürülür, necə götürülür, bu çox böyük bir müəmmadır. Konsertlərdə bəs vəziyyət
necədir? Yaxşıdır şükür Allah'a. Yox, yəni konsert mədəniyyəti dəyişib. Dəyişib. Çox kinodan hal-hazırda biz danışırıq, kinoda heç nə dəyişməyib də, mən belə başa düşdüm. Dəyişməyə doğru gedir orada da. Məncə bu tərəfdə çox yaxşı olacaq. Mən ümumiyyətlə belə ümidli inanan insanam da və bu yola da belə çıxmışam. Bu inandırıcı gəlir ki, bu günləri, yəni 10 min insanın potensial girib əgər bu gün buna baxırsa, sabah yəni 1 il sonra bu 100 minlərə qalxa bilər. Bizdə özdə yəni bir şey inkişafa başladısa çox tez inkişaf eləyir. Yəni 3 ildə, 5 ildə bir də baxırsan ki, hə, maşallah, yəni müəyyən bir səviyyəyə gəlib oturur. Düzdür, zayını çıxardanlar da olur. Tutaq ki, konsert bazarı bizdə inkişaf elədi. Hamı birdən-bir oldu təşkilatçı, hamı birdən-bir oldu konsert işi ilə məşğul oldu. Biri nə bilim bu bizdə əslində Azərbaycan çox bir türkləri bura gətirildi. İxtisaslaşma yoxdur da. Hə, bir çox sahədə bizdə belədir deyə fikirləşirəm. Yəni kimsə bir dənə restoran açır, konsepti tutdu, hamı gedir o restorandan açır. Kafeteriyalar, apteklər, üzbəüz aptek var ki. Hə, bizdə indi fikirləşirəm ki, konsert məsələsində də 1-2 nəfər türk müğənnisini gətirdi, biraz şey oldu. Əlində 5-10 min pul olan fikirləşir ki, mən də eləyim də, nə var bunu eləməyə. Amma fikirləşmirlər ki, ümumiyyətlə bu sahə tamam başqa sahədir, bunun reklamını bilirsənmi, PR-ını bilirsənmi, bu adamın tamaşaçısını burada tanıyırsanmı? Düzdür, batıranlar da çox oldu təbii ki. Elə bu səbəbdən dolayı. Çünki adamın işdən başı çıxmır, bir də onu bilir ki, qaqa bu işdə yaxşı pul var. Qoyaq götürək. Amma belə deyil də, bir ixtisaslaşmaq lazımdır. Doğrudan da biz elə bilik ki, ixtisaslaşmaq istəmirik heç bir sahə üzrə. Amma bizdə bilet satılır, konsert biletləri. Satılır. Bütün konsertlər dolu olur. Ha, satılır. Düzdür, insanlar biraz belə bezdilər. Çünki indi yəni konsertlər, partilər, tədbirlər, hər versiyada hər şey tapa bilərsən də. Türk müğənnisi, rus müğənnisi, nə bilim filan şey gecəsi, ölmüş hansısa bir musiqiçinin gecəsi ilə hər şey var bu dəqiqə. Yəni birdən-birə 3 il qabaq heç kim konsertə getmirdi. 3 il sonra bu qədər doluluq olmalı. Orxan Zeynallı 2 aydan bir konsert verir böyük yerlərdə və satır. Bu deməkdir ki, tamaşaçı ilə birbaşa kontakta girmək, birbaşa, yəni aracı olmadan, aracı dediyim bu televiziyadır və ya nə bilim hər hansı bir platformada, birbaşa tamaşaçınla xitab eləyəndə sən ondan istədiyi ala bilirsən. Yəni hal-hazırda götürək, desək ki, Orxan Zeynallının YouTube kanalında izləməsinə az olmuş olacaq. Amma biz bunu Spotify dinləməsi və konsert biletlərinin satışı ilə eləyəndə kolerasiyanı tutmuş olacaq. YouTube bizim üçün göstərici deyil. Əlbəttə ki, deyil. Deməzdim ki, YouTube-da da zəifdir. Sadəcə indi dönəm elə bir yerə gəldi çıxdı ki, əgər mahnının TikTok-da trend olmursa, o YouTube-da o qədər də böyük o əvvəl kimi o baxışları vermir. İndi yəni bu dəqiqə məsələ tam olaraq belədir. Birinci TikTok-da trend olmalıdır o mahnı ki, sonra gəlsin YouTube-da partlasın. YouTube-da partlasın, TikTok-a düşsün deyə bir şey yoxdur artıq. Amma bir tərəfdə var. Bizdə axı YouTube trendində olan mahnıların ora necə düşməsinin, texniki olaraq necə düşməsinin də həqiqəti var ki, müdaxilə etməklə, aldatmaqla Pakistan və İndoneziya sevər, İndoneziyada bu musiqinin fanatlarına çıxmaqla olur da. İndoneziyada daha çox dinləyirlər də. Çox maraqlı bir şey eşitdim bu yaxınlarda. Türkiyədə film meydançalarında çalışan əməkçi bir insandır. TikTokda belə öz bloqlarını çəkir və danışır da müəyyən məşhur aktyorlardan, aktrisalardan və seçicilərdən və s. Deyir, buna sual verir bilər ki, Türkiyədə də bu müzakirə gedir bu arada ki, bəs bu reytinqlər həqiqidirmi? Bu reytinqi nə ilə ölçürsüz? Adam deyir ki, mən bizim serialların reytinqini Azərbaycan YouTube trendi ilə ölçürəm. Əgər ki, hansı serialımız orada trenddədirsə yuxarıda. Çünki biz deyir bizim trendlərə barmaq eləyirlər. Amma orada daha saf baxışlardır da. Trendə girsən ancaq türk serialları. Ancaq trendə girsən türk serialları. Yəni burada adam özü üçün necə bir statistika çıxardıb da. Yəni bizim trenddən Türkiyə seriallarının hansını daha sizin rəqibiniz türk seriallarıdır da, belə çıxır. Yəni biz əslində hal-hazırda söhbətgah da türk serialları ilə mübarizə aparır. Türk mahnıları ilə mübarizə aparır. Mübarizəyə baxın, nə boyda bir şeylə çox böyüdür də yəni. Hə, yəni indi burdan şeyi tapa bilmirəm, trendi tapa bilmirəm. Mən şeyi göstərərdim ki, yuxarıda olmalıdır ya. Yox, burada yoxdur. Burada yoxdur. Yox, gətirim, o göstərmir, burada göstərmir, yoxdur. Hə, burada. Burada olsaydı ki, bir dəqiqə desəm burdadır. Hə, trendlər.
Qassalza da Aha. oldu da. Leyla, Hayat, Aşk, Adalet 20-ci bölüm 4 milyon. Hududsuz Sevda eyni adlardır ya. Deməli 51-ci bölüm. Bu Azərbaycan trendidir. Sahibsizlər 11-ci bölüm. Qarda imkan vermirlər. Nə gedir baxıblar ha. Nə gedir baxıblar. Siyah Kalp 19-cu bölüm. Şakir Paşa ailəsi binamus bir serialdır bu arada. 6-cı bölüm. Sonra Yalı Çapqını. Bu arada bu serial yayda buraxmışdılar. Yay serialı idi. Əslində yayda bitməli idi. Studiya 93-cü bölümə gəlib. Kral kaybedərsə 1-ci bölüm. Sonra kim ödədi hələ də düşünürəm. Rüfətizm. Ola bu nədir? Rüfətizm nədir? O nədir? Bu shorts videodur. 258 min baxış. Bax həmin o 2018-19-cu illər dediyim dönəmlərdə heç olmasa arada bir dənə çıxırdı da tutaq ki orada. Bizimki hə. Burada ancaq Əlixanın türklərdir videosu ya. çıxırdı, bir dənə nəsə Talihin bir videosu çıxırdı falan. Yoxdur, İndi yoxdur. Kardələnlər, Leyla, sonra Qalsarayın uduzması, sonra Sahibsizlər, Aysun İsmailova ağladı. Sonra nə bilim yanaşma olaraq mən belə yanaşmıram. Çünki mən bunu qəbul edirəm, başa düşürəm ki, geniş bir kütlə zaten həyatında müəyyən qədər qəliz bir şey yaşayır. Gəlib YouTube-da bəsit bir şeyə baxmaq istəyir və yaxud da TikTokun bu dəqiqə çox gündəmdə olmağı. Yəni o istəmir beynini çox ağır bir şeylə doldursun. Amma bu da o demək deyil ki, bu insan və yaxud da türk seriallarına baxan minlərlə, milyonlarla insan çox boş insanlardır. Yox, mən elə düşünmürəm. Çünki türklər son dövrlər özləri belə çox yaxşı seriallar istehsal edə bilmirlər. Onlar da keçiblər 2 saat 20 dəqiqə. Necə də eləyirlər? Möhtəşəmdir. Yəni 2 saat biz bilirik də bu işin ağırlığını, çətinliyini bilirik. Bizim orada bir 10 günlük çəkiliş dönəmimizdə oldu. Biz başa düşdük ki, bu adamlar yəni öz işlərinə qarşı yanaşmaları çox başqadır da. Ona görə bunlar gəlib 2 saat 20 dəqiqəni çəkə bilirlər. Oradakı masovka öz işini dərk edir. Bilir ki, bu mənim işimdir. Mən sabah da bundan pul qazanacağam bir süründə. Biz də burada gəlir ki, axşam ofisantam, mən getməliyəm. Baxırsan ki, sən ofisantsan, masovka, sən yəni tutura bilmirsən də. Orada amma 12 saatlıq qızı bağlamışıq divara, gəlib deyirik ki, bəs bilirik biz sizi incidirik falan. Deyir, yox hocam, mən 24 saatda 48 saatda dayanacağam burada. Baxdıq ki, o bunlarda o təfəkkür inkişaf edir. Bu ilə belə yenə də o 2 saat bağladıq divara. Hə, bir dənə belə indi gəl nə çəkiblər bunlar. Çox qaranlıqda. Hansı, nədən bir səhnədir bu? Gəl bu burada izah eləməyim, belə də getsin. Bizim o 2 saat 20 dəqiqəlik seriallardan o keyfiyyəti öldürüblər. Biz əvvəllər yəni izləyirdik də, yaxşı türk serialları, məsəl Behzad olub, məsəl üçün o dövrün çox yaxşı serialı olub, Ezel olub, Möhtəşəm Yüzyıl özü olsun. Bu keyfiyyətli işlər veriblər, cəmaət kütləvi şəkildə bunlara baxıb. Yəni keyfiyyəti dediyim serial səviyyəsində keyfiyyətli də, yəni maksimum insanlara belə yəni böyük nə verə bilərlər ki, bir serialla. Mən amma indi Gibi Prens komediyasında bəyənirəm. Bu yumor mənə xoş gəlir. O qədər onlarda imkan vermədilər televiziyalar ki, komediya. Onlarda bir dənə belə dövr yaranmışdı ki, aktyorlar üsyan edirdi ki, biz niyə komediya serial çəkmirik? Ya mafiyadır, ya əskərdir, ya ağlaşmadır, ya tarixdə. Komediya serialları bir ara orada sıradan çıxdı və digitalda elə bir öz şeyini tapdı, ruhunu təzədən tapdı. İşlərinizə uğurlar. Təşəkkür edirik gəldiyinizə görə. Mən təşəkkür edirəm çağırdığınıza görə. Ümid edirəm ki, rəqəmsal platformalarda film izləyənlər daha çox abunə olarlar. İnşallah. Və daha çox abunə olarlar o mənada ki, çeşidləri çox olmasa, yəni Apple-a, Netflix-ə filana, həm də Azərbaycanlı yerli məzmun istehsalçılarına da bu cür dəstək olarlar. Və bu ilə bir bazar formalaşmış olar və daha çox insan bu işlə məşğul olar. Yaxşı olar da, yəni belə olsa daha yaxşı olar. İnkişaf eləsin. Görüşərik. Çox sağ olun.